Şamınız xeyir olsun əziz dostlar. Hər birinizi Dadaşov kanalında salamlayıram. Bugünkü bizim dərsimiz Windows serverin VMware-də qaldırılması, Active Directory, domain controller və DNS server haqqında danışacağıq. Biraz dərsləri birləşdirdim. Deməli, keçən dərsimizdə biz Windows serverlərin növlərindən danışmışdıq. Hansı cür növləri var, server nədən ibarət, neçə cür serverlərimiz var. Bu günlər biz deməli serverin qurulumu və digər komponentlər haqqında edəcəyik. Deməli VMware-mizi açırıq. VMware-da deməli server və yaxud da başqa bir əməliyyat sistemini istifadə etmək üçün create new virtual machine eləyirik. Deməli next. Burada biz seçirik ki, əməliyyat sistemini daha sonra quraşdıracağam. Burada next seçərək gördüyünüz kimi burada Windows, Linux, SXI və digər əməliyyat sistemləri var. Gördüyünüz kimi FreeBSD, Solaris. Bizə Microsoft olduğu üçün burada Windows serverə əlavə edirik. Next-i seçərək adını yazırıq. Mən adını yazıram Domain Controller. Next-i seçərək VMware bizə standart olaraq server üçün 60 GB yer verir. Mən onu edirəm 100. Siz neçə istəyirsə eləyə bilərsiniz. Finish-i vurduqdan sonra burada gördüyünüz kimi artıq domain serverin ISO-muz düşdü və Edit Virtual Machine Settings-ə daxil olaraq biz buradan manual olaraq RAM-ı da artıra bilərik. Recommended memory gördüyünüz kimi 2 GB-dır. Maksimum bizə verir 16 GB. Əslində 128-ə kimi var. Sadəcə kompüterin RAM-ına, gücünə görə VMware şirkəti 16-ya qədər məsləhət görür. Buradan siz nüvələrin sayını artıra bilərsiniz. Core sayılarını. Hard diski dedim sizə yaddaşı. CD-DVD bölməsində Use ISO image file. ISO-muzu buradan seçərək. Məndə məsəl üçün server buradadır. Və siz buradan əlavə olaraq digər komponentlərdə istəsiniz əlavə belə eləyə bilərsiniz. Görürsünüz, burada əlavə CD, DVD, ROM drive var, floppy var, hard disk var. Yəni hansını seçə bilərsiniz. OK vurduqdan sonra Power on virtual machine seçirik. VMware-mizi yüklədikdən sonra Enter-i basaraq deməli artıq bizim setupımız işə düşdü. Bəli, gördüyünüz kimi bizdə Microsoft dil seçimi, mən ISO-nu ingiliscə yükləyərək bizə başqa dil seçimi təklif eləmir. Çünki Windows serverdə multi-language demək olar ki, olmur. Orada siz özünüz dili sərbəst seçə bilərsiniz. Mən isə ingiliscə standart olaraq seçmişəm. Next-i basaraq Install Now edirik. Gördüyünüz kimi yadınıza gəlir, keçən dərsdə mən sizə standart Desktop Data Center-ın mən sizə versiyalarını danışmışdım. Baxın, standart var, core versiyası, yəni mən məsələn bunu seçsəm, ancaq qara pəncərə, yəni Linux kimi sırf komandalar vasitəsilə istifadə edə biləcəm. Amma standartda çox bizdə onun funksiyalarından, featureslarından istifadə edə bilmirik. Desktop Express, yəni GUI versiyasıdır, yəni Graphical User Interface. Data Center-da yenə də Core və GUI versiyasıdır. Bizə GUI lazım olduğu üçün biz ən axırıncını seçirik. Microsoft-un şərtləri ilə tanış oluruq və Custom Install seçərək mən burada diski 2 yerə bölmürəm. Testi biz zaten praktikanı C diski üzərindəyik. Ona görə Neon-u vuraraq hələ 100 GB standart olaraq saxlayıram və Next-i vururam. Hal-hazırda gördüyünüz kimi artıq bizim installımız başladı və install gedə-gedə mən sizə, bu biraz çox gedəcək, mən sizə Active Directory barəsində danışmaq istəyirəm. Çoxlarınız bilir, istifadə edib işlədənlər də var, gündəlik onun üzərində əməliyyatlar da edənlər var. Bilməyənlər üçün mən praktiki qaydasını danışmaq istəyirəm yoldaşlar. Deməli, Active Directory
Microsoftun bir məhsuludur və ən əsasən də server əsaslı şəbəkələrdə istifadə edən bir kataloqdur. Yəni praktiki olaraq o şəbəkədə olan bütün resurslar, userların, device'ların mərkəzini idarə edən bir sistemdir. Yəni belə deyək də bir database kimi siz onu təsəvvür eləyin. Yəni onun daxilində organization unit'lər də var, qrup policy'lər də var, kompüterlər də var, printerlər də var və digərlər. Səlahiyyətlər, yəni access control da verə bilərsiniz və s. Və əlavə olaraq mən sizə indi hal-hazırda təqdimatı hələ hazırlamamışam. Təqdimatı hazırlayıb LinkedIn-də və WhatsApp-da paylaşacağam. Sadəcə o praktiki mən sizə bunları danışdım. Bir-iki dənə diaqrama çəkəcəm. Deməli, Active Directory-də təhlükəsizlik və autentikasiya barəsində danışmaq istəyirəm mən sizə. Məsəl üçün, siz daxil olduğunuz zaman, kompüterdə user yazdığınız zaman, deməli, logon deyilən bir sistem var. Logon nə üçündür? Logon, tutalım ki, siz hansısa bir şirkətdə işləyirsiniz, sizin kompüteriniz, məsəl üçün, domendədir. Gündəlik onu istifadə edirsiniz. Və orada istifadəçi Active Directory user'ı, məsəl üçün, atıram ortaya, Tural.Əliyev adlı user'ımız hər gün logon eləyir öz kompüterinə ki, gündəlik işlərini görsün. Və ona verilmiş hüquqlar daxilində bütün resurslardan istifadə edir. Yəni, hansısa shared folder'dır, hansısa terminal serverə daxil olur və məsəl üçün, belə deyək, user, məsəl üçün, Tural.Aliyev daxil logon olundu. Logo olunandan sonra hansısa bir network folderları istifadə edə bilər, hansısa bir RDS-ə daxil ola bilər, hansısa məsəl üçün mail üzərinə istifadə edə bilər. Əgər istifadəçi hər gün bir dəfə girirsə, ona SSO, yəni single sign on deyirlər. Yəni single, tək giriş. Şifrə siyasətləri deyilir. Hər birisi ki, hər bir istifadəçinin şifrələri var. Qabaqlar standart olaraq adi rəqəmlər təyin olunurdu. Məsələn, yanına bir hərf də qoymaq olar. Sadəcə olaraq təhlükəsizlik mexanizminə görə qrup policy'də siz təyin edə bilərsiniz ki, məsəl üçün, default atıram ortaya 1-dən 6-ya qədər Tural Əliyevin tutan parolu t.a-dır. Amma Active Directory siz elə bir şey qoya bilərsiniz ki, bu yox, bundan da daha yaxşısı olsun. Məsəl üçün, 1, 2, 3, 4, 5, 6, t.a, ulduz və yaxud da qabağına ulduz da qoya bilərsiniz, nida da qoya bilərsiniz. Təhlükəsizlik mexanizmi nə qədər çox güclü parolisa, o qədər də yaxşıdır. Ona görə də qrup policy'də siz hər istifadəçiyə şifrəyə vaxt qoya bilərsiniz. Məsəl üçün, istifadəçinin Tural Əliyevin şifrəsi hər 90 gündən bir və ya 60 gündən bir yenilənsin. Yəni orada password policy deyirlər ona. Yəni siz onu təyin edə bilərsiniz ki, məsələn, və yaxud da şifrəsiz də qoya bilərsiniz. Yəni müddətsiz. Yəni Turalın heç vaxt user'ın password'un vaxtı bitməsin. O artıq baxır sizə verilən belə deyək, taska ki, bu qədər user'a 90 gün qoyulsun, bu qədər user'la 60 gün qoyulsun. Və bilirsiniz ki, Active Directory-də GPO, yəni Group Policy Object deyilən bir, yəni məxfilik siyasəti, qrup siyasəti, belə deyək. Active Directory-də ən güclü vasitələrdən biridir. Yəni elə bir şirkət, elə bir struktur, elə bir təşkilat yoxdur ki, qrup policy serverdə istifadə edilməsin. Qrup policy serverdə istifadə olmasa, əlbəttə ki, qarmaqaççılıq olar. Qrup policy siz bir çox xidmətlərdən yararlana bilərsiniz, eləyə bilərsiniz. Onun düzdür, bizim keçəcəyik. Mən sadəcə olaraq sizə standartların bəzilərini deyirəm. Məsəl üçün, siz tutalım ki, rəhbərlik istədir ki, şirkətdə nə qədər adam varsa, hamısının desktopunda şirkətin logosu olsun. Məsəl üçün, mən özüm Veysaloğlu şirkətinin işçisiyəm. Baxın, bizdə bütün istifadəçilər görsünüz, bax belə bir wallpaper, yəni şəkil var. Hamımızda belədir. Yəni, siz elə bilə bilərsiniz ki, istifadəçi reyestrə girib, regitrdə heç bir nəsə müdaxilə edə bilməsin. Məsəl üçün, elementar bir şeydən var. Məsəl üçün, mən lokal qrup policy'yə girmək istəyirəm. Onun üçün mən nə edirəm? Mən rana girib secpu.msc
Gördünüz? You do not have permission to this access denied. Yəni qrup polisi artıq mənim kontuma tətbiq olunub deyə mən yararlana bilmədim. Göstər girmişəm bura, hamısı bağlıdır. Amma isə burada bizim çox polislərimiz var, standartlı və ekstendli. Sadəcə olaraq mənə elə bir qrup polis tətbiq ediblər ki, mən ondan yararlana bilmirəm. Siz elə bilə bilərsiniz ki, burada əməkdaş məsələn saatı dəyişə bilməsin. Əslində qrup polisə çox şeylər var. Hansısa qovluğa siz permission qoya bilərsiniz. Məsəl üçün sizə əmr verilib ki, bizim şirkətin saytı, linki hər bir istifarəçinin desktopunda olsun. Siz URL da yarada bilərsiniz. Adi proqrama belə siz qrup polisi də qoya bilərsiniz. Yəni artıq o sizə verilən tapşırıqdan asılıdır. Və ondan da başqa, məsəl üçün 2025-ci serverdə artıq şəbəkəyə polisi tətbiq edilib və USB bloklanma. Məsəl üçün USB-ni salsan burada artıq yazır ki, icazə verilmir. Və ondan da başqa şəbəkə resurslarının təşkili. Yəni belə deyək də, bildiyiniz kimi hər bir şirkətin öz database, öz datası olur. Yəni qabaq necə idi? Məsəl üçün ay filan kəs mənə sən öz məsəl üçün datovu göndər, filan faylı mənə maillə göndər. Bəzən şirkətlərin təhlükəsi, yəni infosecdə belə bir şey var ki, məsəl üçün adi necədir? Mən məsəl üçün öz dostuma deyirəm ki, zəhmət olmasa mənə WeTransferlə və yaxud da Dropbox-la mənə bir fayl var, onu təcili göndər. Amma bəzi şirkətlər firewall tərəfindən onlara, yəni network tərəfindən bloklanma qoyur deyə artıq həmən o resurslar şirkətdən kənara çıxa bilmir. Və onun üçün də network folderlar var, şəbəkə qovluqları. Hansıları ki, istifarəçi girib, hansısa fayl əlavə edə, dəyişə bilər və yaxud da baxa bilər. Read, write, execute. Yəni belə deyək. Onun üçün də hamısı qrup polis tərəfindən və serverdə tətbiq edilir. Yəni Organization Units'də. Məsəl üçün mən bir Organization Unit yaratmışam, adını da qoymuşam. Məsəl üçün insan resursları, HR. HR-da o girib mən orada user-da yarada bilərəm. HR insan resursları şöbəsinin hansı fayl var, qovluq var, ona yetki verə bilərəm ki, başqa hansısa məsəl üçün IT şöbəsi girib ona baxa bilməz. Yəni hamısını siz özünüz təmzinləyirsiniz. Və ondan da başqa bildiyiniz kimi domen qaldıranda domen kontrolü bizə DNS serverdə lazımdır. Çünki domen kontrolü ilə istifaçı daxil olanda orada hər bir şirkətin öz DNS serverləri var. Onlar olmasa siz domenə join ola bilməyəcəksiniz. Domen kontroller barəsində mən sizə bir şəkil çəkib göstərəcəm. Biraz indi düzdür, mən şəkillərini əsaslı yazacağam. Məsəl üçün belə deyək. Bu bizim bir serverimizdir. Yazıram, məsəl üçün datashop.local. Bu bizim domen kontrollerimizdir. Məsəl üçün IP-si də 10.10.10.30 məsəl üçün də. DNS serveri bunun belədir. Və bu da bizim, məsəl üçün, bir istifadəçimizdir. Bir user computerımızdır. Məsəl üçün, X1 istifadəçi, belə deyək. O bizim şirkətə yeni gəlib və əlbəttə ki, şirkətin resurslarından yararlanmaq üçün nə etməlidir? IT şöbəsi onun üçün kompüteri hazırlayıb domenə üzv eləməlidir ki, o şirkətin resurslarından, qovluqlarından, RDS-dən, nə bilim, VPN-dən istifadə edə bilsin. Amma məsələ nədir? Domen kontrollerdə belə bir özəllik var. Məsəl üçün, əməkdaş şirkətin şəbəkəsinə qoşulub. Statik DHCP üzrə. Məsəl üçün 10.30.15.80. Bizim həmən istifadəçinin IP-si budur. Amma DNS-i tutalım ki, görmür və ya əlavə olunmayıbdır. İndi həmən istifadəçinin domenə salmaq üçün orada xüsusi lokal administratorun şifrəsini yazılmalıdır. Onu da yəni IT əməkdaşı o özündə olur. Amma o birbaşa heç bir zaman domenə üzv ola bilməyəcək. Çünki domenə üzv olunan zaman belə deyək. Tutalım ki, bu bizim domen kontrollerdir. Mən buna üzv olmaq istəyirəm. Domen kontrollerə sorğu gedir ki, məsələn, X bir əməkdaş domenə üzv olmaq istəyir. Əgər domen kontroller görürsə, həmən əməkdaşın kompüterində
həqiqətən də DNS server və IP ünvanı düzgün yazılıbsa, o onu üzv eləyir. Burada da bizdə nə rol oynayır? Kerberos və NTLM protokolları. Yəni sizin bütün üzv olma, qoşulmaq üçün birinci ilk növbədə Kerberos NTLM-dən gedir sorğu domen kontrolu. Əgər uyğundursa, avtomatik join olunur. Kerberosun portu 389-dur. Onu özünüzdə qeyd edə bilərsiniz. Və ondan sonra artıq o həmən istifadəçi domenə daxil olması artıq onu user açılır. Məsəl üçün Ali.Məmmədov və artıq sysadmin ona hansı şöbədirsə ona uyğun yetkilər verir və həmin əməkdaş resurslardan yararlana bilir. Şirkətdən kənar isə təbii ki, VPN vasitəsilə qoşulur qovluqlara, resurslara, datalara. Və ondan da bir balaca da məlumat verim ki, domen kontroller mərkəzi identifikasiya, autentifikasiya idarə etmək üçün şəbəkə xidmətidir. Yəni müəyyən etmək lazımdır ki, ilk növbədə domen kontroller qaldıranda avtomatik DNS serverdə bir serverin üzərində qalxmalıdır. Çünki yenə dediyim kimi hər bir şirkətin öz DNS serveri var. Məsəl üçün əgər əməkdaşın IP-si 10.30.15.80-dırsa, ona statik IP verirsə, bu DNS ünvanı yazmasa, o heç cür əlaqəyə çıxa bilməyəcək domen kontrol. Çünki üzv olunmada DNS yazılmalıdır ki, həmən Kerberos NTLM protokolundan keçib domen kontrolleri üzv olunmalıdır. Yəni ayrıca bir server gedir, bir rol deyək. Və ondan da başqa domen kontrolleri bəzən soruşurlar ki, hə, tamam başa düşdük də Active Directory içində hə userlar falan yaratın, başqa nə özəlliyi var? Başqa özəlliyi də odur ki, mərkəzi istifadəçinin idarə edilməsi. Məsəl üçün, bütün istifadəçilərin login parolu, yəni bir domen kontrollerin içində hamısı yığılır. Yəni siz gündəlik nə qədər user açılsa, nə qədər organization user qovluqlar yaratsanız, qrup policy, hamısı domen kontrollerin içində qalır. Həm də qrup polislər də domen kontrollerə aiddir. Resursların girişini idarə edilməsi. Tutam ki, mən gəlmişəm ki, ay filan kəs, məndə bu qovluğa girmək istəyirəm, məndə alınmır. İcazə verirsən sən öz kompüterına istifadə edeyim. Əgərləri, məsəl üçün, mənim kompüterim domendə deyilsə, sadəcə olaraq şirkətin şəbəkəsindədirsə, həmən o resursdan istifadə edəndə sizdən avtorizasiya istəyəcək. Siz də əgər həqiqətən də bir IT kimi nəsə bir yetkiniz varsa, həmən o user'ı yazıb, həmən o qovluğa baxa bilərsiniz. Çünki artıq siz o user'ı yazana domen kontrolə baxır ki, bəli, həqiqətən də belə bir istifadəçi mənim bazamda var. Məsəl üçün, Dadaşov / nə bilim, Anar.Məmmədov. Baxırlar ki, hə, IT əməkdaşdır, helpdesk əməkdaşdır, istifadə edə bilər. Və şəbəkəyə qoşulan hər bir kompüter domendən qeydiyyatdan keçir və onun idarə olunur. Var tək giriş, dediyim kimi SSO, single sign-on, mərkəzi idarə, bir də var artırılmış təhlükəsizlik və miqrasiya deyilən bir şey var. Kiçik yerlərdə 10-20 dənə iş stansiyası qaldırıb istifadə edə bilərsiniz. Və ondan da başqa mən sizə bir məsələni mən demək istəyirəm, arxitekturasını. Bəzən soruşurlar ki, Forest Child Tree domeni nədir? Mən onları deyim, ondan sonra daha sonra biz keçəcəyik DNS serverlərimizə, DNS-in növlərinə, hansı rolları, hansı rekordları var. Deməli, Active Directory-nin belə bir strukturası var, yoldaşlar. Gəlin bunu saxlayaq. Mən keçəcəm yenə də Word-ə. Bunları hamısını mən onsuz da aktiv, burada gördüyünüz kimi biz domen kontroller server qaldırırıq. Onun üzərində hamısını praktika edəcəyik. Sadəcə o mən sizə belə şifahi izah edirəm. Slaytda mən daha ətraflı orada yazacağam. Bildiyiniz kimi Active Directory-də domain, ya domen kontrol domain. Domain deyəndə domain özü, domainin foresti var. Forest, yəni meşəsi, belə deyək. Ən yüksək səviyyəli məntiqi quruluşdur. Və onun tərkibində bir neçə dənə tree domain, yəni ağac, meşənin içində necə ağac olur. Bu da həmçinin elədir. Yəni tutan mənim bir dənə Dadaşov belə Dadaşov.local. Bu mənim forest, əsas domenimdir. Bütün istifadəçi ora üzv olunur. Amma əgər artıq məndə
şirkətdə istifadəçi çoxdursa, mən yəni onun bir neçə dənə domen açıb tree kimi eləyə bilərəm. Məsəl üçün, yadulla.local, nə bilim, yadulla.az da eləyə bilərəm. Və xüsusiyyətlərindən danışmaq istəyirəm. Müstəqil təhlükəsizlik sərhədlər təşkil edir və bütün domenlər ortaq şəklində qlobal kataloq, yəni şema, FSMO rolları barəsində biz elə gələcək dərslərdə danışacağıq. Xüsusiyyətləri barəsində mən Forestin danışmaq istəyirəm. Bütün domenlər arasında iki tərəfli inam, trust relationship. Məsəl üçün, mən bir dənə onun şəklini mən sizə atım. Trust relationship Active Directory. Baxın. Bu şəkildə gördüyünüz kimi quest.com və oneidentify.com. Tutalım ki, mənim şirkətim var. Mənim quest.com adlı domenim var. Və mənim tirlərim var, yəni ağaclar. hrquest.com, sales.quest.com və başqa bir şirkət var, oneidentify.com və onun da altında tirlər var. O mənim resurslarımdan istifadə etmək üçün mənə üzv olur və ona trust relationship deyirlər. Yəni belə də doğru münasibət voruzu deyək. Bu bir belə deyək də piramida kimi bir şeydir. Trust relationship'dir. Daha sonra isə ağac barəsində. Ağacda deməli belə olur. Düşürəm aşağı tree yazıram. Treedə eyni DNS. Tutalım ki, bizim Dadaş.org DNS'imiz 10.10.30.10. Treedə də yenə də domen DNS eyni olur. Eyni sahəsi iyerarxiyasında olan domen qrupudur. Parent-child, valideyn uşaq əlaqədə birləşmiş domenlərdir. Davamlılıq dərəcəsi, yəni məsəl üçün mən sizə bir nümunə gətirirəm. Example.com. Bu bizim kök domenimizdir, yəni forestimizdir, root domenimiz. Root domain, əsas domenimiz budur, example.com. Və onun altında məsəl üçün yazıram it.example.com. Bu artıq oldu child domain. Eyni DNS-dədir ya, yenə də təkrarlayıram. Və hr.example.com. Bu da bizim oldu child domenimiz. Daha sonra isə child domain indi bəzən deyirsiniz ki, nə deməkdir? Mən sizə deyim. Mövcud domen altında yaradılan domendir. Bax, məsəl üçün, yenə deyim ki, bu mənim root domenimdir və mən bunun altında child yaradım, subdomen kimi. Xüsusiyyətlərini barədə danışırıq. Parent domendə eyni şemanı paylaşır. Avtomatik iki tərəfli transmissiv inam əlaqəsi var, yəni trust relationship. Və DNS adında parent domen ehtimal edilir. Məsəl üçün, atıram ortaya. Tutalım ki, başlayaq belə deyək də satış departamenti. Məsəl üçün sales.example.com və yaxud da məsəl üçün it.example.com və yaxud da marketing.example.com və domen kontroller növlərindən mən danışmaq istəyirəm. Çoxları bir kərə bir dənə domen kontroller qaldırdı, hər bir şey yazırdı, xeyr. Əslində domen kontrollerin bir neçə növləri var. Birincisi, domen controller, yəni DC, çoxlarınız eşitmisiniz. Domen üçün istifadəçilərə autentikasiya edir. Yəni userlar, şirkətin istifadəçiləri domenə üzv olur. Yazıram. Domain join, domen üzv olur. İkincisi GPO, yəni qrup polisi tətbiq edə bilirsiniz. Və üçüncüsü ki, domen məlumatlarını saxlayır. Domendə nə olursa, bir dənə bir şey deyim sizə. Baxın, mən sizə bir fayl göstərəcəm. Windows'da sistem 32 qovluğunda. Qoy bir də açılsın. Sistem 32 papkasında. Bu yəqin hamınız bilirsiniz. mtdays.zip deyilən bir fayl var.
Yəni düzdür, məndə fayl çoxdur, biraz fikirləşəcək. NTDS.git-də Active Directory-də nələr olursa hamısı ora yadda saxlanır. Əgər Allah eləməsin NTDS-git-də bizdə olsa, sizin domen kontrolleriniz çökəcək. Sadəcə olaraq indi məndə fayl çoxdur deyə təzə format eləmişəm. Demək olar ki, yəni hamısı orada saxlanılır. Və ikinci domen kontroller növü qlobal, yəqin çoxlarınız user və ya Active Directory-dən qrup açanda orada görmüsünüz security də var, qrup da var və distribution da var. İkincisi bizdə qlobal katalog serverdir. Bu nədir? 1. Forestdəki bütün obyektlər məlumatları saxlayır. Forest object deyək buna. Bütün məlumatları saxlayır. İkincisi Universal Group. Yəqin onu da görmüsünüz qrup yanında. Qrup üzvləri haqqında məlumatlar da saxlayır. Çox domenli axtarışları asanlaşdırır. Və hər bir domenə ən azı bir qlobal kataloq tövsiyə olunur. Qlobal kataloqla yəni siz qruplarınızı da rahat aça bilərsiniz. Və keçək üçüncüyə. Operation Master deyirlər ona. Operation Master. Mötərizə yadan FSMO. Yəqin FSMO barəsində çoxlarınız bilirsiniz. FSMO elə bir roldur ki, hər hansısa bir intervyuya gələndə onu soruşurlar. Düzdür, biraz çətindir. FSMO-nu biz inşallah gələcək dərslərimizdə keçəcəyik. FSMO o sadəcə Operation Master da var orada, PDC emulator da var və cürbəcür onun rolları var, keçəcəyik hamısını. Operation Master-da 5 xüsusi rol var. Bax, həmən FSMO rollarını mən sizə indi bax yazıram, belə yazaq. FSMO roles 1. Operation Master. 2. Dəqiqə. 1. PDC emulator. PDC emulatorun mənası primary domain controller deməkdir. PDC emulator nə üçündür? Bax, tutalım siz gəlmişsiniz hansısa bir intervyuya, sizdən FSMO rollarını soruşurlar. FSMO-da 5 dənə rol olur. Birincisi, PDC emulator nədir? Birincisi, şifrənin, yəni Azərbaycan keçək, şifrənin dəyişkənliyin sinxronizasiyası. İkinci rolu, vaxt sinxronizasiyası. Üçüncü, GPU-nun idarə edilməsi. PDC emulatorda, yəni siz hansısa bir user'ın şifrəsini dəyişirsə, əgər sizə məsəl üçün domain kontrollerdə dəyişəndən sonra Active Directory, o başlayır sinxronizasiya getməyə. Tutalım ki, hansısa istifadəçi şifrəsini 3 dəfə səhv yığıb. Əslində 15 dəqiqədən sonra blokdan da çıxa bilər. Əgər dalbadal çox yığıbsa, siz artıq onu məcbur Active Directory-dən blokdan çıxarırsınız. Və siz o paroli dəyişən zaman həmin o istifadəçi də artıq server arası başlayır sinxronlaşma getmək ki, artıq bəli, mən paroli dəyişdim. Vaxt sinxronizasiyası NTP server təbii ki, aiddir. GPU idarə edilməsi, yəni qrup polislərin idarə edilməsidir. Daha sonra ikinci bizim FR rolumuz Read Master. Read Master nədir? Relative ID Master. Yəni ki, ID-lər siz bilirsiniz, hər bir istifadəçinin öz ID-ləri, SID-ləri var. Deməli, hər iki domain controller unikal SID blokları paylayır. SID-lər də bildiyiniz kimi hər bir user'ın öz SID-si var. O var rəqəmlə olur, hərflə də olur, belə uzun. O var keçəcəm mən sizə. SID-lər onun üçün. Daha sonra təhlükəsizlik ID-lərini idarə edir. Yəni şifrədir, falandır, datalardır. Daha sonra üçüncü bizim FSO-muz Infrastructure Master. Infrastructure Master nədir? Domenlər arası istinadları yeniləyir. Sizlərin, belə yazaq sizlərin istinadlarını yeniləyir.
və daha sonra user və qrup məlumatlarını sync edir, yəni sinxronlaşdırır. Daha sonra bu 3 dənə mən sizə qeyd elədiyim FSMO role, o, Operation Master role oynayır domendə. 4-cü, 5-ci role isə, biraz bunu aşağı salaq, yəni çaşmayasınız, belə deyək. 4-cü rolumuz bizim gəlir şema, ən çətin olan şema master. Mötərizədə də yazıram forest üçün. Yəni bu 3 role forestə tam değmir deyə. Amma 4-cü, 5-ci row bütün forest olan sistemə aiddir. Deməli, Şema Master'da Şema onu düzdür, mən ayrıca bir dərs keçəcəm, çünki Şema biraz çətin dərsdir. Sadəcə olaraq Şema Master nə üçündür? Active Directory AD, yəni Active Directory nəzərdə saxlayır. Active Directory-də şemanı yalnız Şema Master'dən dəyişə bilərsiniz. Yeganə dəyişdirilə bilən yeganə domen kalır. Şema Master də, yəni sizin bütün məlumatlarınız olur orada. User məlumatlarınız, parol, filan, beşməkan, yəni Active Directory-də sizin nə məlumatınız varsa hamısını dəyişə bilirsiniz. Və ondan da başqa şema extend, yəni siz şemanı belə deyək, genişləndirə də bilərsiniz. Və 5-ci, ən sonuncu domain naming master. Forestdə, yəni bizim meşəmizdə yeni domaini əlavə edir. Əlavə və silinməsini idarə edir. Bilirsiniz ki, bir Active Directory tutamsız biz domain kontrollə qaldığımızda hamı üzv olundu, hamı tamam qoşuldu. Amma onun tutam ki, nəsə adı ilə bağlı bir sıxıntı olanda onu belə deyək, dəyişmək mümkün deyil. Siz gərək təzədən bütün rolları Active Directory-də, serverdə alasınız ki, təzədən domain user yaradasınız. Belə deyək, domain adı. Əlbəttə ki, domain naming master sırf onun üçündür. Həm əlavə edə bilir, həm də silinməsini idarə edir. Məsəl üçün, belə deyək, tutalım ki, bizim böyük bir şirkətimiz var. Belə yazıram, Forest, mötərizədə yazıram, Global, yəni böyük bir şirkətdir. Tree, yəni ağac. Ağacda adı belə gedir. Yəni ağac 1 yazıram, yəni biləsiniz. Tutalım ki, adını yazıram globalcorp.com. Bu bizim tutalım ki, təsəvvür edin ki, ABŞ-da olan filialımızdır. ABC-da olan bir domain kontrolerimizdir. Və onun altında, həmən o tree'nin altında bir dənə də belə bir domain yaradaq. use.globalcorp.com. Bu da olsun ABŞ-ın əməliyyatları. Daha sonra isə onun altında bir dənə də biz belə bir şey aça bilərik. Görürsünüz, bir forestin üzərində gedir hamısı. Tutalım ki, bizim bir götürək hansısa bir ölkə, məsələn Kanadada. Kanadada bizim bir ofisimiz var. Yazaq belə yəni kanada.globalcorp.com. Bu da bizim olsun Kanada filialı. Və yaradırıq Tree2. Tree2-də də belə eləyək. Burada artıq başqa bir ölkəyə götürək. Məsəl üçün, götürək olsun Almaniya. T-də də belə yaradaq. Deməli, global, yenə də corp.de. Yəni, Almaniya domeni de olduğu üçün mən deyirəm. Yazıram Almaniya. Almaniyanın məsəl üçün insan resursları HCR məsəl üçün və onun altında biz nə edirik? Əlavə 2 dənə də açırıq. Məsəl üçün berlin.globalcorp.de və bir dənə də əlavə də Almaniya hansısa bir ölkəsi, məsəl üçün olsun Münih. Münih.globalcorp.de. Bu çox millətli korporasiyalı bir domen idi. Yəni mən sizə Foresti göstərdim. Tamamilə təbii ki, hamısını bir sizə keçəcəm.
Prosta mən sadəcə sizə nümunələr gətirirəm ki, yəni bax Forestdə, Child da belə bir əməliyyatda belə eləmək olur. Amma yenə də bizdə o qədər də yəni elə böyük geniş miqyaslı bir təşkilatlar olmur da ki, o boyda yaradaq və yaxud da o boyda bir infrastruktur quraq. Məsəl üçün bəziləri soruşur ki, yaxşı, tutalım ki, indi mən bunu anladım. Çətin olsa da, asan da olsa da mən bunu anladım. Tamam, indi soruşu var ki, yaxşı, bax bu qədər bəs domain controller, child forestry, bəs mən bunların hansını harada yaradım? Artıq sual yaranır. Deməli, bax məsəl üçün childdan söhbət eləyək. Child domain yazıram. Child domain harda istifadə edilə bilər? Müstəqil inzibatçılıq lazımdır kağıda. Yəni filiallar öz şəbəkəsini idarə etmək istəyir. Yəni məsələn, biri Bakıdadır, biri Qusardadır, biri Qubadadır. Kağıt onun üçün yaradılır. Yəni filiallar arası ondan başqa fərqli təhlükəsizlik siyasətləri tələb olunur. QPO-lar tamamilə fərqlidir. Hər kağıt domain üçün ayrıcadır. Və ondan başqa da DNS ad sahəsində məntiqli bölünmə lazımdır. Orada bizim rekordlarımız var, onlara aiddir. Kağıt domain onun üçündür. Yəni yenidən filiallar öz şəbəkəsini idarə etmək üçün. Tree ağacımız. Tree nə üçündür? Tree yəni yeni DNS öz adı sahəsi tələb olunur. Lakin mövcud şema konfiqurasiyada istifadə edilir. Tutalım ki, mənim bir domain kontrollerim var və mən onun üzərində təzə DNS-lərlə aça bilərəm. Amma şema eyni olmalıdır. Müxtəlif biznes vahidləri üçün ayrıca bir ad sahələri lazımdır. Nə bilim, satış nöqtə, nə bilim, Dadaşov.az, nə bilim, mühasibatlıq. Yəni eyni olmaz. Yeni forest tutalım ki, siz yaratmaq istəyirsiniz sıfırdan. Yeni forest ayrıca şema, ayrıca konfiqurasiya lazımdır. Təhlükəsizlik sərhədləri, təmizləyici tələbələri var və köhnə sistemin inteqrasiyaları lazımdır. İndi belə deyək. Bir dənə də belə bir sizə bir ruslar demiş ki, paçkaska verim. Tez-tez məsəl üçün rastlaşıram da LinkedIn-də və yaxud da hansısa forumlarda sual verirlər ki, child-la və organization unit-in fərqləri nədir? Deməli, child domain-də təhlükəsizlik sərhədləri ayrı domain kontroller lazım olur. Organization unit o zaman tələb olunur ki, eyni domain daxilində təşkilatı bölməli siyasəti tətbiq etmək üçün. Məsələn, sizdə orada 10 dənə, 15 dənə struktur varsa, onlara tətbiq edə bilərsiniz. Və həmişə soruşu var ki, həmişə deməyək, hardasa mən rastlaşmışam da, məsələn, Telegramda və yaxud da digər forumlarda ki, bir forestdən neçə dənə domain qaldırmaq olar. Əslində praktiki cəhətdən limit 10.000-dir, amma 200-100 dənə domain optimal sayılır. Yəni belə deyək. Və neçə soruşu var ki, tutam deyirlər ki, mən sistemə öyrənmək istəyirəm. Birinci təbii ki, hamısı Active Directory-yə qaçır. Və soruşu var ki, neçə dənə domain kontroller lazımdır. Hər domenə etibarlılıq üçün 2 dənə ən azı domain kontroller qaldırmaq lazımdır. Hər biri fiziki lokasiyada ən azı bir domain kontroller qaldırılmalıdır. Hər fiziki lokasiyada və hər domenə ən azı bir qlobal kataloq qaldırmalısınız. Və child domain soruşu var ki, yaxşı, mən forest qaldırdım, tutam ki, bir dənə domain kontroller qaldırdım. Child-ı nə edirəm? Child-ı nəyə görə yaradırlar, belə deyək. Siyasət fərqləri var. Müxtəlif parol siyasətləri var, bloklanma qaydaları var. Coğrafi tələbləri var. Yəni yerli şəbəkələrin trafiqini optimizasiya etmək və hər bir filialın öz adminləri olsun. Bu onun üçündür. Mən sxemalarını çəkib sizə inşallah slaydda hamısını göstərəcəm. İndi isə keçək bizim deməli serverimizə. İndi gəlin biz özümüz qaldıq. İndi DNS-ləri də sizə hamısını izah eləyəcəm. Deməli, bunu eləyirik remind me later. Bəli, setup olunandan sonra biz lokal administrator şifrəsi qoymalıyıq. Mən məsələn standart bir şey qoyuram. Siz amma təhlükəsizlik cəhətdən çox böyük bir şey qoyursunuz. Yaxşı. Finish-i vurduqdan sonra artıq gördüyünüz kimi bizdən şifrəni istəyir. Sadəcə olaraq
VMware-də bir özəlliyi var. Siz məsəl üçün bax deyir ki, blokdan aç da bunu, yəni lokdan çıxar, amma siz nə qədər vurursunuz xeyri yoxdur. VMware-də gördüyünüz kimi bax belə bir düyməcik var. Onu vurursunuz, avtomatik request gedir və biz lokal administratorumuzun şifrəsini yığırıq. Lokal administrator açılandan sonra yəqin burada fikir verirsiniz ki, bizim ekranımız çox balacadır. Yəni bununla adamı həm gözü ağrıyır, həm də işləmək mümkün deyil. Biz nə edirik? Biz VMware bölməsi daxil olaraq Install VMware Tools var. Burada bizim artıq şəbəkəmiz də gəldi. Bu məndən restart istəyir. Birincisi biz buradan ISO-muzu eject etməliyik. Bir dənə də yox verir. Arada bir errorlar olur. Aha. Deməli biz nə edirik? Biz deməli bəli dostlar, biraz problem var idi. Deməli, yoldaşlar, serverimizi qurandan sonra belə deyək. Gördüyünüz kimi bizdə burada serverimiz açılır. Yəni standart olaraq belə də avtomatik IP alıb. Gəlin birinci ilk növbədə saatı düzəldək. Saatımızı düzəldəndən sonra yoldaşlar, birinci ilk növbədə biz serverə ad verməliyik. Məsəl üçün bizdə domain controller olduğu üçün biz gəlin onun adını dəyişək. Birinci baxaq görək bizdə nə IP alıb. 206 ilə IP alıb. Çox gözəl. Biz adı dəyişəndən sonra statik IP mütləq şəkildə verməliyik. Static IP nə verəcəksə birinci serverimizin də IP-si olacaq. Deməli, rename this-pisi change yazıram SRV1 mötərizədə DC. Mötərizə icazə vermir. Yazıram DC1 məsəl üçün. Restart veririk. Bəli, artıq bizim konturumuz açıldı və şifrəmizi yığaraq statik IP veririk. Network adapterə siz aşağıdan da girə bilərsiniz. Belə deyək. Və yaxud da qısa qayda ilə nCPA.cpa da yığıb network'a birbaşa daxil ola bilirsiniz. Deməli, bizim konturumuz IP-sinə təzədən təkrarən baxırıq. 206 130. Mən də buna verirəm 192 168, deməli 202 nöqtə verirəm 100 və gateway yazmıram, qalsaq verirəm belə. İndi biz nə edirik? Bizdə hər dəfə serveri yandanda bizim server menecerimiz yandı. Server menecer serverlərə rol var, hansı rollar qurulubsa onlara baxa bilərsiniz. Deməli, ilk növbədə biz nə edirik? Gördüyünüz kimi burada add roles and features, yəni rolların əlavə olunması. Deməli, burada next işarələyərək next. Gördüyünüz kimi bizdə burada adı gəldi, IP-miz, ünvanımız gəldi və əməliyyat sistemimizin hansı versiyası onu vururuq. Next-i vuranda bizə də ki, mən IP-ni səhv qeyd eləmişəm, üzrlü sayın.
Deməli, gördüyünüz kimi burada bizim çox rowlarımız var. Amma Windows ümumi deyirlər ki, serverin üzərində əslində hamı istəyir ki, bir serverin üzərində olsun bütün rowlar. Sadəcə o biraz çətin məsələdir. Həm güc baxımından, həm çatdırmaq söhbəti. Amma domain kontrollerdə mütləq şəkildə 2 dənə row qalxmalıdır. Birinci, Active Directory Domain Services. Onu işarələyirik. Add Futures və DNS server. DNS server mütləqdir. Continue-nu vururuq. Next-i işarələyərək. Burada hamısı qalır öz yerində. Next və görürsünüz Azure-la inteqrasiyası da var. Next və rowların aktiv olması üçün mütləq şəkildə restart vermək lazımdır. Və install seçirik. Bəli, olmayacaq. Gördüyünüz kimi, baxın yoldaşlar, Active Directory Domain Service, DNS, Group Policy Management, Row Administration Tool, hamısı bir belə komponent üzərinə hamısı görürsünüz ustanovka olunur. Yəni Group Policy-ni ayrıca qurmaq lazım deyil. Hansı organizasyon, hamısı Active Directory-nin tərkibində olandır. Bu quraşdırılana qədər yoldaşlar, bu gedəcək, restart falan gedəcək. Gəlin biz DNS haqqında danışaq. Çünki DNS-də Active Directory-dən qalan DNS mütləqdir deyə. Çoxlarınız yəqin DNS serverin nə olduğunu bilirsiniz, amma DNS deyəndə hə IP-ni adı IP çevirir, amma dərinliyi biraz çoxdur. Deməli yoldaşlar, DNS server, yəni internetin belə deyək də bir bloknot, telefon kitabçası kimi və yaxud ünvan axtarış sistemi kimi işləyən xüsusi bir serverdir. Onun təbii ki, rolu nədir? Adı IP-yə, IP-ni ada çevirəndir. Məsəl üçün, nə bilim, oxu.az-ı özü rəqəmə çevirə bilər, rəqəmi IP-yə çevirə bilər, adı dəyişə bilər. DNS-in iş prinsipi. Məsəl üçün, gəlin belə deyək. Bu mənim kompüterimdir. Yəni mən sizə onu Paint-nə göstərim. Qeydləri Word-də eləyərik. Paint-i açaq. Bu təsəvvür edin ki, bizim kompüterimizdir. Bu da DNS serverdir, belə deyək. Mən buradan ünvan soğurlayıram DNS serverə. Məsəl üçün, ataq ortaya. Google.az. Bəli. Mən Google azı yazıram, brauzerə daxil olmuşam, tutam ya Chrome-a, ya Edge-ə, ya Opera-ya, ya Brave-ə və mən Google az orada yazdığım zaman Google DNS-ə DNS serverə sorğu gedir ki, bu domeinin, yəni Google azın ünvanı nədir? Mən buna sorğu göndərirəm. Belə ox da qoyuram ki, yəni sorğu göndərirəm ki, Google-un IP-si neçədir? Bu da həmin zaman bizi onun IP-sini ünvanlayır. Məsəl üçün 142.250. Gəlin hələ birinci də Google-un DNS-lərinə baxaq, görək onun ünvanı neçə gedir. Belə yazaq da, IP-sini belə tapaq. Ping google.com. Aha, 142 251 38 110 251 110. Və o mənə DNS server avtomatik o mənə müraciət etdiyi zaman, yəni bunu göndərdiyi zaman və mən brauzerdə başlayım öz işlərimi görməyə. Bunun işləmə prinsipi yəni budur. Və DNS-in bildiyiniz kimi DNS-in zonaları var.
DNS zona yazın. DNS-in zonaları nə üçündür? Yəni bunlar çox önəmli bir vacib bir məsələdir. DNS-in zonaları müəyyən bir domen və onun alt domenləri üçün, bayaq dediyim kimi, DNS məlumatların saxlanması üçün məntiqi bir bölgədir. Yəni hər bir zonada o domenə aid bütün DNS rekordları saxlanır. Məsələn üçün Dadaşov.lokal onun da DNS zonalarını rekordları saxlayır. Nə bilim Dadaşov.az-dır və ya neçə dənə domenimiz varsa hamısının özünə görə DNS rekordları var. Zonanın növləri. Birincisi başlayaq forward look up zone. Look up zone nədir? Yəni irəli axtarış zonası deyirlər. Domen adından IP ünvanı tapmaq üçündür. Yazıram. Domen adından ünvan tapmaq üçün və ən çox istifadə edən zonalar növüdür. Məsəl üçün google.com xətt qoyuram 142, nə bilim 250, 185, nə bilim olsun 30. Bu onun üçündür. Və ikinci bir zona var. Onun adı reverse lookup zonadır. Lookup zone. Yəni tərsinəsi, obratını ona deyirlər. IP ünvanından domen adını tapmaq üçün və tərs sorğular üçün istifadə olunur. Məsəl üçün 142, 250, 185, 30 google.com. Görürsünüz burada biz google.com IP yazmışıq, amma burada rəqəm və obratını verir. Bu onun üçündür. Və DNS-in rekordları barəsində. Rekordlar əslində çoxdur. Mən sizə vacib olanları deyəcəm. Birinci rekordumuz, ən əsas rekord A. Adda belə gedir. A rekordu. Dəqiqə. A rekord. A rekord nədə istifadə olunur? Məqsədi nədir? A rekordu domen adını IP və 4-ə çevirir. Məsəl üçün belə deyək. google.com rekordun növü A və onun IP-si 142, 250, 185.30. A rekordu bundan ibarətdir. Daha sonra ikinci rekordumuz 4 dənə AA. Quad A record da deyirlər ona. A rekordu. Bunun məqsədi nədir? Domen adını IP V6-ya çevirir. Məsəl üçün google.com yenə də gəlirəm ortaya 4 dənə AAA və bilirsiniz də IPv4-də IP belə yazılır, IPv6-da belə yazılış başqa cürdür. Məsəl üçün belə deyək, 2001 2.4870 2. Bu hamısı nümunə üzərində eləyirəm. Prosta rəqəmləri mən belə yadıma düşdüklərimi yazıram. 4860 2.2.88888 IPv6-da bizdə belə yazılır. Daha sonra üçüncü bizim rekordumuz Sname rekordu gedir. Sname rekordu canonical name record deyirlər ona. Sname'in məntiqi və iş prinsipi bundan ibarətdir ki, bir domen adını başqa domen adına yönləndirmək üçün. Yəni ki, ləqəb yaratmaq, belə deyək. Məsəl üçün, biz belə yazırıq, 3w google.com rekordumuzun adını yazırıq Sname və onun yazılışı belə olacaq, google.com. Daha doğrusu, məsəl üçün, bizim tutalım ki, Gmail serverimiz var da, məsəl üçün, mail google.com yenə də rekordumuz olacaq Sname. Artıq yenə də google.com kimi qeyd olunacaq rekordda. Yəni ki, yönləndirmək üçündür. Dördüncü bizim rekordumuz MX rekordudur. Mail Exchange. Bu, yəni ki, Exchange serverə aiddir. Bildiyiniz kimi Outlook falan üçündür. Onun da işləmə prinsipi, məqsəd yazıram. Domain üçün email serverini təyin etmək.
Daha sonra isə onun prioriteti də var. Prioritet, yəni yazıram prioritet rəqəmlə göstərmək. Aşağı rəqəm, yüksək prioritet. Məsəl üçün, bir dəqiqə. Tutalım ki, bir saytdır. Məsəl üçün, dadashop.com. Tutalım ki, bizim belə bir domenimiz var. Mən ona rekord təyin edirəm, prioritet. MX10 məsəl üçün. Onun adı gələcək belə: mail.dadashov.com və yaxud da belə yazaq da, dadashov.komple.com. Bunu da mən prioritetimi verirəm. 20. Demək 20. Və bunun da adı yenə də belə gələcək: backup mail.dadashov.com. Yəni aşağı rəqəm, yüksək prioritet. Bunun işi bundan ibarətdir. 5-ci bizim rekordumuz NS-dir. Name server rekordu. NS rekord. NS serverinin rekord işləmə prinsipi odur ki, məqsədi domain üçün cavabdeh DNS serverini göstərmək. Məsəl üçün, dadashov.com bu bizim domenimizdir. Rekord adı gələcək NS və NS-də belə gələcək ns.dadashov.com. Daha sonra məsəl üçün 2 dənə tutalım bizim, məsəl üçün yazıram dadashov.2.com. Bunu da yenə də yazıram ns və belə olacaq ns2.dadashov.com. Siz bu komandaya da həmçinin də cmc girib, məsələn bu bizimkidir, ns lookup yazaraq orada da çıxacaq. Adresi çıxacaq. Yəni rekord bunun üçündür. 6-cı bizim rekordumuz standart olaraq çekli rekorddur. Yəni text rekord belə deyək. Text rekordun işləmə prinsipi nədən bax? İxtiyari mətn məlumatı saxlamaq üçün, təhlükəsizlik üçün, həm də istifadə sahələri emaildir, domendir və SPF dikim demarkda istifadə olunur. Məsəl üçün, belə deyək, tutalım ki, belə yazaq: dadashov.com və onu belə deyək, adi text formasında serverdə o saxlanılırsa, təbii ki, onu adi yazı qaydada onu saxlamayacaq. O belə eləyəcək. Məsəl üçün, açıram dırnağı, bir dəqiqə üzr istəyirəm, dırnaq y, məsəl üçün, bərabərdir SPF1 include 2 nöqtə altdan xətt spf.dadashov.com /all belə və dırnaq bağlanır. Yəni bunun ixtiyari mətn məlumatlarını, yəni bu açıq şəraitdə saxlaya bilməz. Təbii ki, bu bunu təhlükəsiz. Ayrı necə deyim sizə, çoxlarınız yəqin ki, MD5 HTA şifrələməsi barəsi yəqin çoxlarınız bilirsiniz də. Görürsünüz orada şifrələnmə necə olur, qarışıq rəqəmlər, falanlar. Bu da həmçinin elə bir şeydir. 7-ci bizim rekordumuz PTR rekorddur. Pointer rekord deyirdi ona. PTR rekord. PTR rekordun işləmə məqsədi nədir? Məqsədi əks DNS sorğular üçün. Biz bayaq yazdıq, DNS lookup zonada var, forward lookup zonada var, bir də var reverse zonada var. Yəni bunun məqsədi onun üçündür. Reverse lookup zonada istifadə olunur. Məsəl üçün, belə deyək, siz tutan DNS indi biz qaldıracağıq. Orada qaldıranda reverse-də IP-nin tərsinə biz yazırıq da. Biz bayaqdakı tərsinə çeviririk. Məsəl üçün, tutalım ki, bir serverimiz var, öz bir IP-si var. Məsəl üçün, atıram ortaya 10.10.35.30 düzdür.
O onu tərsinə yazacaq reversə. Reversə necə olacaq? 35.30.10.10 gəlirik bura. Yox, üzr istəyirəm. Orada belə yazılacaq. Deməli, .in, .adres, adır, .arpa. Onun pointer rekordu PTR olacaq və Dadaşov domenimizin adını yazırıq. Davaş.com. Yəni bizdə IP 10.10.35-dirsə, reverse zonada onun tərsinəsi yazılır ki, pointer recordda əks olunanlar üçün IP-ni domen adına çevirsin. Məsəl üçün, siz domenə üzv olanda bir var götürüb orada IP-ni tərsinə yazmaq onsuz zaten alınmayacaq. Bir də var ki, o rekordda onu saxlayır ki, rahat danışıq olsun. Və 8-ci bizim rekordumuz var. Adı SOA-dır. Start to Authority Protocol record. Məqsəd DNS-in zonalarını haqqında əsas məlumatları saxlamaq. Hər DNS zonası yalnız bir dənə olur. Tərkibi nə gedir SOA-nın? 1. Primary DNS server. 2. Administrator admin e-mail yazıram. 3. Serial number. Refresh. Retry. Expire intervalı. Yəni bəzən siz qoşulursunuz hansısa sayta, görürsünüz ki, DNS-dən cavab gəlir ki, nə bilim, TT-nin vaxtı qurtarıb və TT-yə nə bilim sorğu getmir. Məsəl üçün siz CM-də edirsiniz, ping atmaq istəyirsiniz, yazır ki, TTL expire transit və yaxud da sorğu getmir və minimum TTL. Minimal TTL. Praktik nümunə. Mən sizə bunu göstərəcəm. Məsəl üçün, nə yazım mən sizin üçün? Ping oxu.az. Görürsünüz, reply var burada. Yəni həmən DNS-dən bizə sorğu gəlir, time var və TTL də var. Yəni burada hamısı göstərir ki, neçə saniyə mən DNS-ə sorğu göndərirəm və DNS mənə neçə saniyə oradan geri cavab verir, geri dönüş edir, belə deyək. Və DNS-in sorğu növləri var. DNS-in requestləri var. Bəzən o rastlaşmasa sayta girirsiniz, yazır ki, error DNS request falan, 5 məkan, yəni DNS-ə sorğu getmir və yaxud da sayt işləmir, DNS serverdə hansısa problem var. DNS-in 2 cür sorğu növləri var. Birincisi yazıram DNS request. 1. Deməli, rekursiv sorğu var deyirlər ona. Rekursiv sorğular nədir? Rekursiv sorğu nədir? Yəni rekursiv query. DNS server cavab tapana qədər bütün sorğuları öz üzərinə götürür. İstifadeçi kompüterindən gələn sorğulardır. Bu DNS rekursivdir. İkinci isə bizdə qeyri-rekursiv sorğu. Yəni non-rekursiv query. DNS server öz keşində və ya zonası cavab varsa verir. Yoxdursa digər serverə istinad edir. Yəni məsəl üçün siz hansısa bir sayta girirsiniz, mənim 2 dənə DNS serverim var. DNS server birə mənə request gəlir həmən o istifadəçinin kompüterinə. Mən görürəm ki, mənim zonamda, mənim rekordumda yoxdur. Varmısa geri dönüş edirəm. Yoxdursa yanımdakı olan ikinci DNS-ə mən sorğu göndərirəm. Gör səndə var və yaxud da adı və yaxud da IP-si. Yəni bir-birimizdən soruşur. Məsəl üçün filankəsin nömrəsi var. Tutam ki, nəyin yoldaş dayanıb. Hə, filankəsin nömrəsi var. O deyir məndə yoxdur və avtomatik olaraq digərindən soruşur. Və elə bir şeydir. Və çoxlarınız bu sözü görmüsünüz. TTL. TTL-in də mənası time to live, yəni ömür müddəti. Time to live DNS rekordu neçə saniyə keşdə saxlanacağı müəyyən edən dəyərdir. Aşağı TTL yazıram low TTL 300 saniyə, 300 sek belə yazıram 5 dəqiqə intervalda. Tez-tez dəyişən ünvanlar üçündür. Bir də var high TTL, yəni yüksəyi. O da 86.400 saniyə, yəni 24 saat
sabit ünvanlar üçündür. Və bildiyiniz kimi görürsüz DNS-in nə qədər çox dərin növləri var. DNS-in server növləri var. DNS server növləri barəsində deyim mən sizə. Birincisi təbii ki, root DNS-dir. Yəni ki, root DNS-də, yəni mən sizin üçün belə deyək, dünyada 13 dənə root DNS serveri var. Bunu həmişə yadda saxlayın, intervyuda sual verirlər. TLD DNS serverlər. TLD DNS serverlər. Yəni root DNS serverdə nöqtədir. Diqqətlə baxın. TDL DNS serverdə məsəl üçün .com, .az kimi üst səviyyə domenlər üçündür. Üçüncü deməli alternativ DNS, bəli. DNS serverdir. Həqiqi DNS serverlərini məlumatları saxlayan DNS serverdir. Dördüncüsü isə rekursiv DNS serverdir. İstifadəçilərin birbaşa istifadə etdiyi serveri, yəni sizin providerlar Google-un DNS-ləri kimidir. Yəni ISP-nin öz serverləri vardır. Bir sistem məsələn Astercom-un öz serveri var, nə bilim Citynet-in, KTV-nin öz serverləri var və yaxud da Google-un da 8-dən serverləri var. Və əhəmiyyətli nöqtələr. Ən axırıncısında mən sizə deyim. DNS cache. DNS cache nə üçündür? DNS cache sorğuları sürətləndirmək üçün müvəqqəti bir yaddaşdır. İkincisi DNS propagation. DNS dəyişikliklərin bütün internetə yayılması üçün 24-48 saat çəkə bilən bir əhəmiyyətli bir DNS-in bir özəlliyidir. Və DNSSEC, DNS Security Extensions deyirlər buna, saxta cavabların qarşısını alır təhlükəsizlik cəhətdən. Və DNS server internetin əsas naviqasiya sistemidir. Sonra var məlumatların təşkil olunması, rekordda hər hansı bir xidmətin necə işləyini təyin edən bir qaydadır. Yəni bu var mütləq olan bir şeylərdir. İndi isə yoldaşlar, açaq domen kontrollerimizi. Bizim domen kontrollerimiz. Aha, artıq bitib. Biz bunu close edirik. Gördüyünüz kimi burada Active Directory domain services, DNS-imiz də düşdü, FS-imiz də düşdü. İndi restart getməlidir. Çünki mən orada bayağı işarə qoymuşdum ki, restart getsin. Görək gedəcək. Və burada görürüz ki, artıq notifications-a nida gəlib. Yəni deyir ki, domain kontrolleri konfigurasiya eləmək lazımdır. Biz basırıq. Restart çox güman getməyəcək. Biz nə edirik? Baxın, burada gördüyünüz kimi bizi domain yaratmaq üçün, domenə qoşulmaq üçün və yaxud da domen istifadə üçün neçə növlər var. Birincisi, mövcud domen kontrolleri mövcud domenə əlavə eləməkdir. Yəni, görürsünüz, buradan select edərək biz buradan seçə bilərik. Yəni, tutam ki, bizim dadashov.com-umuz varsa, mən ona təzədən əlavə bir domen kimi qoşulmaq istəmirsə, məsəl üçün it.dadashov.com kimi. Var, add new domain to existing forest. Görürsünüz, yeni domeni mövcud olan meşəyə salmaq. Görürsünüz, burada child da var, free də var. Amma biz sıfırdan qururuq deyə, tutalım ki, biz bir şirkət açmışıq və serverini qururuq. Bizə deyirlər ki, tamam da, yeni bir şirkət yaradırıq. Bunu seçirsiniz, add new forest və burada domenimizin adını qoyuruq. Çoxları şirkətə uyğun adını qoyur. Ən çox elə olur. Məsəl üçün, tutalım ki, mən adını belə qoyacağım. dadashov.local və next-i vuraraq burada biz heç nəyə deymirik. Bu var, erodisiniz adı mən sizə gəldirsin və administrator şifrəmizi yığırıq. Lokal administrator şifrəmizi. Next-i seçərək DNS delegasiyasını əl vurmuruq. Next-i vuraraq NetBIOS avtomatik bizə ad verir. Yəni qısaldılmış. Dadashov. Next-i seçərək baxın, gördüyünüz kimi mən bayağı dediyim fayl. Windows-a üz-üstə mən sizə sistem 32 demişdim. Baxın, database folder, yəni bizim datamız, database'imiz Windows NTDS faylında olacaq. Loqlarımız
NTD-yi, sysvol isə qrup polisinin tətbiq olunan qovluğu sysvol qovluğudur. Yəni birisi soruşur, NTDS faylında hansısa bir zədələnmə olsa, sizin domeniniz işləməyəcək, çökmə ehtimalı çoxdur. Next-i vuraraq baxırıq ki, burada hər bir şey yenilir və next-i vuranda görürsünüz, if you click install, server avtomatik reboot və restartdan öncə də yoxlayır. Bax görürsünüz, prerequisite check. Görüm hər bir şey yenilir. Bax gördüyünüz kimi yazır ki, hər bir şey uğurludur, install vura bilərsiniz. Siz bu ara bu nidavara fikir vermirsiniz. Çünki biz DNS hələ qurmamışıq deyə o bizə deyir ki, hə, DNS-imiz yoxdur, rekordumuz yoxdur. İndi install gedəndən sonra artıq biz DNS server qaldırmalıyıq ki, hər hansısa bir istifadəçi üzv olsun və bu gedənəcən gəlin belə bir şey eləyək yoldaşlar. Deməli, biz VMware-ımızı açaraq, F9-u vuraraq, bizə full ekrandan çıxaraq, burada gəlin bir dənə sadə bir Windows 11 yaradaq. Windows 11 64 bitlik. Təsəvvür edin ki, bizim bir user'ımız var. Deməli, burada bir seçirik. All the files, bu bizə lazımdır. Next-i vuraraq, hə, bizdən şifrə istəyir. Bir dəqiqə. Bax, 10 olsun da, onun üzərinə getsin. Təsəvvür edin ki, bizim artıq şirkətdə ilk istifadəçimiz var. Hansısa bir şirkətin istifadəçidir, hansısa bir şöbənin işçisi. Biz onun kontunu hazırlamışıq və onu biz domenə üzv eləməliyik də. Yəni onu bir ISO seçək. Olsun da Windows 11. Okey. Və bunu da format eləyək. Update falan buraxmam. Sadəcə yenidən burada nə olunursa, hamısı test üçün olunur. Dostlar, Windows'un ISO-sunda problem var. User'ın yaradılması falan. Onu mən sizə gələn dəstə göstərəcəm inşallah. Hal-hazırda gördüyünüz kimi, deməli, bizim artıq domen serverimizdə Active Directory qüvvəyə mindi. DNS hələ konfig eləməmişəm. Artıq bax görürsünüz, artıq domenə düşdüm. Dadaşov və administrator. Mən bura yığıram parolümü. Paroli yığandan sonra, şifrəni yığandan sonra siz baxa bilərsiniz ki, həqiqətən də domenə üzv olunub, yoxsa yox. Onun üçün nə edirsiniz? Siz PC-yə daxil olaraq, burada properties-ə daxil olaraq about bölməsində DC1 görürsünüz. Artıq burada var. Deməli, qoy server menecimiz bizim yüklənənə qədər. Adresimiz burada, DNS'imiz burada. İndi isə DNS serverləri gəlin qaldıraq. Görək. Domenə üzv olunub, yoxsa yox. Rename this PC Advanced-a girərək change. Artıq bax görürsünüz, domendədir. Dadaşov.local. Artıq serverimiz domenin içindədir. İndi isə keçirik DNS-imizə. Deməli, manage bölməsi, tools bölməsinə gələndə burada görürsünüz ki, DNS var. DNS-ə daxil oluruq. Baxın, belə bir DNS manager açılır. Bizim domen kontrol DC1. Görürsünüz, forward lookup zone var, reverse var, trust points var, conditional forwarders var. Biz nə edirik? Biz burada forward lookup zones üstünə vuraraq, açım mən buna. Burada artıq avtomatik birisi yaradıb. MCDC dadaş vokal, dadaş.vokal və biz indi istifadəçilərimizi domenə salmaq üçün reverse lookup zona yaratmalıyıq. New zonanı vururuq üstünə. Next-i vuraraq primary zonada qalır. Biz ona əldə etmirik. Next-i vuraraq IPv4. Biz IPv6 istifadə edilmir zaten. IPv4.
Network ID. Network ID-yə siz kompüterinizdə hansı IP-ni vermisinizsə onu yazırıq. Məsəl üçün bizdə nədir? Birincisi gəlin mən bunu hər ehtimala qarşı. Birincisi gəlin biz bunu DHCP-yə qoyaq. Görək hansı IP-ni yenə də alacaq. Yenə də IP config 206.130. Təzədən həmən o IP-ni veririk ora. Tam əmin olmaq üçün 192.206.130 192.168.206.2. Hə, DNS-lərə görə deyir. Əslində DNS-ə də gəlin həmənkinə də onu verək, çünki o rekordda artıq o qeyd olunacaq. 192.168.206.130. Okey vurduqdan sonra deməli biz bura həmən IP-ni yaz, amma o tərsinə yazılacaq. Baxın 192 gözünüz aşağıda artıq tərsinə başlayır yazılma. 168 206 gördünüz və sonuncu okteti rəqəmi yazmağa ehtiyac yoxdur. Mən network ID-ni yazıram, reverse lookup-da görürsüz, bayaq mən sizin nümunəyə gətirdiyim kimi belə yazıldı. Tərsinə forması. Next-i vuraraq next finish edirik və bizim artıq DNS reverse zonamız da hazırdır ki biz yarada bilək. DNS lookup-da düzdür. Biz indi yazsaq da zaten rekordumuz bizim yoxdur. Görürsüz DNS request timeout var. Çünki heç bir rekord biz ora qeyd eləməmişik. İndi isə elə belə bir balaca mən sizə domain Active Directory-ni göstərim. Düzdür, gələn dərsimizdə artıq biz user yaradacağıq, user-a permission verəcəyik və qrup polisi barəsində danışacağıq. Hansı yetkilər falanlar, qrup polisi tətbiq edəcək. Active Directory-yə daxil olmaq üçün iki variant var. Tools'dan girib Active Directory Users and Computers-dan da girə bilərsiniz. Və yaxud da ən rahat variantı run edərək dca.msc-də yaza bilərsiniz. Və onu yazandan sonra gördüyünüz kimi artıq bizim burada baxın domenimiz var. Dadashov.local. Bir saniyə. Aha. Biz burada bunun üstünə vuranda gördüyünüz kimi standart Active Directory nə var bizdə? Built-in kompüterlər. Bu onun standart qruplarıdır gördüyünüz kimi. Access Control operatorlar, backup administratorlar, IPv-lər. Bu onun standart. Məsələn birini açıram. Gördüyünüz kimi qrupda var, global da var, universal da var, security var, distribution. Hamısı gələn dəstə inşallah deyəcəm. Buradan siz user Active Organization Unity hansı qrupları yaradıb, yəni istifadəçinin yetkini, idarəçiliyi hamısı buradan tətbiq olunacaqdır sizdə. İnşallah onları artıq gələn dərsdə mən sizə göstərəcəm. ISO-da problem olduğu üçün mən test user aça bilmədim. Gələn dərs artıq bir dənə Windows 10 yükləyib, onun üzərində biz test eləyərik. Bugünlük isə əziz dostlar, bu qədər. Təqdimat inşallah gələn həftə mən sizə yazıb verəcəm. Bu hal-hazırda olan dərsimiz barəsində. Sağ olun, gələn dərslərədək.